Salam uşaqlar, xoş gördük hamınızı kanalımızda. Bugün sizlərlə birlikdə keçən səfərki videoma gördüm ki, çox az da olsa bir baxış sayı gəlib. Baxış sayı dünənkinə nisbətən artıb. Dünə yox, keçən həftəkinə görə, keçən səfərkinə görə nisbətən artıb. Və istəyərdim ki, sizlər daha çox abunə olun kanalımıza, like atın, yorum yazın. Neyse, bugün de sizlerle yeni bir dersimiz var. 4. sınıf Happy Campers sayfa. Bir dakika. Sayfa 66-67'ye baxaq sizlerle birlikte sayfa. Baxaq, burada bizim birinci tapşırığımızda bizde sözler verilib və sizlerle birlikte onların tərcümələrini də deyəcək. Birinci sözümüz draw sözü. Draw sözü yazı yazmak deməkdir. Şəkil çəkmək deməkdir, daha doğrusu. Məsələn, burada bir şəkil çəkirik. Bu drawdır. Draw deməkdir. İkinci sözümüz hop sözüdür. Hop sözü hoplanmaq deməkdir. Hoplanmaq deməkdir. Üçüncü sözümüz paint, rəsm çəkmək, şəkil boya ilə işləmək, şəkil çəkmək. Dördüncü sözümüz play the gitar. Gitarı çalmaq. Beşinci sözümüz play the drums. Nağara çalmaq. Baxaq o birisinin digər sözümüzə jump. Bu ipdən hoppanmaq. Digər sözümüz speak English. İngilis dilində danışmaq. Digər axırıncı son sözümüz whistle. Fısıldamak. Baxaq ikinci tapşırığa. Bunun tamına düşmüyor. Bir dakika. Burada bizim ikinci tapşırığımızda suallarımızı oxuyuruq. Play the guitar, play the drums. Aslında bu sözlərin hamısı bir dakika. Sözlərin hamısı bu tapşırığa aiddir. 3'də, listening 4'də. İndi qoyaq baxın. 54. All day long. I can jump, jump, jump all day long. Track 54. All day long. I can jump, jump, jump all day long. I can jump rope and sing this song, but I can't whistle all day long. I can't whistle and sing this song. I can play all day long. I can play the guitar and sing this song, but I can't whistle all day long. I can't whistle and sing this song. I can play all day long. I can play the drums and sing this song, but I can't whistle all day long. I can't whistle and sing this song. Bir de qoyaq, bir də dinləyin. Track 55. Shutterbugs. Track 54. Bir də dinləyək, baxaq. All day long. Ay, bir dəqiqə. I can jump, jump, jump all day long. I can jump rope and sing this song, but I can't whistle all day long. I can't whistle and sing this song. I can play all day long. I can play the guitar and sing this song, but I can't whistle all
qədərdir mahnımız. Burada dostlar tapşırığımız mətndə dinləmədə dinlədiyimiz kimi I can C variantı, jump, rope, ipdən hoppamaq, all day long, I can A variantı, play the guitar, sonra and sing the song, but I can whist all day long, I can whist and singing the song. Və burada B variantı, B tapşırıq, B variantı bizdə. Bu B, gördüyünüz B səhvdir. Yəni bu yoxdur da. Amma bu tapşırıq və buradakı aşağıdakı verilib. Biz bir dəqiqə bunları pozaq. Bir dəqiqə pozaq bunları. Buradan baxaq tapşırıq bizdə də soruşur. Birinci grammar shapers. Burada bizdən I can play the guitar. Deyir ki gitarı çalmaq. I cannot, I can whist. Yəni I can yəni etmək, etməmək. Nəsə bir şey etmək, etməmək. Buradakı tapşırığımızda isə deyir ki dördüncü tapşırığımızda I can draw. Rəsm çəkmək. İndi burada I can't draw. Burada bizdən soruşur ki, burada bizə deyilir ki, hansı şəkildə ki çəkə bilir, hansı şəkildə ki isə çəkə bilmir. Əslində bu şəkildə çəkmək yox, rəngləmək kimi götürsək daha yaxşı olar. Burada biz baxaq tapşırığa. Burada bizdən rəngləmək daha yaxşı rəngləmək, daha yaxşı rəngləməmək götürsək daha yaxşı olar. Burada baxaq biz tapşırıq A variantına. A variantı yaxşı çəkməyib. Yaxşı çəkməmək də ikincidir. Ona görə ikincini ötürürük A variantına. İkinci başlıqlamoy A variantıdır. Birincidə də deyir ki I can draw. Yaxşı rəsm çəkə bilən də təbii ki də B variantıdır. Sonra bizdən soruşur ki 5-ci tapşırıqda tell two of friends as I can, I can't. Dostumla cümlə işlət. I can, I can't. Siz də burada tapşırıqda deyir ki, mən oxuyum sizə. Siz də öz sinif yoldaşlarınızla və dostlarınızla birlikdə bunları yəni sual-cavab cümlə quraraq dialoq kimi deyə bilərsiniz. Burada da bizdən bir dəqiqə bunları silim. Burada da bizdən soruşmur. Daha doğrusu yazılır ki I can't play the drums. Mən nağara çalmıram, etmirəm. Nağara çalmıram. I can speak English. Mən ingilis dilində danışıram. Bunun kimi cümlələr qura bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, bir dəqiqə yazım. Deyə bilərsiniz ki buradan baxaq. Deyə bilərsiniz ki I can jump rope. Mən ipdən hoppanıram. Yazaq gəlin. Bir dəqiqə yazaq. Yazaq. I can çox böyük yazıram. I can jump. Bir dəqiqə bunu sileyim daha yaxşı olmadı. Bir dəqiqə sileyim. Qısa hərflərlə yazdım ki mən ipdən hoppana bilirəm. İncəldim. I can jump rope. Rope. Mən ipdən hoppanıram. Məsələn, həm də I can't bura T hərfi yazsaz.
I can't, yəni mən onda olar ki, mən ipdən hoppanmıram, mən ipdən hoppanıram. Nəysə, bunun kimi belə cümlələr də yaza bilərsiniz. Uşaqlar, bizim bir dəqiqə bunlar pozun. Bizim hazırda videomuz bu qədərdir. Videomuz bitdi. Görüşənə qədər hələlik. Siz bizim kanalımıza və videolarımıza like atıb, yorum yazıb, abunə olmağı unutmayın. Əgər siz yorum yazıb, abunə olsanız, kanalımıza like atsanız, bunun kimi yorumlarda şərh yazsanız, şərhlərdə ya da yazsanız videonun necə olduğunu, bizlə məmnun qalıb bu videoların davamını çəkərik. Mən gördüyüm qədərlə baxış sayı çox azdır. Baxış sayından da əlavə bizə ən çox lazım olan nədir? Videomuzun like olması, abunə olması və yorum yazmağımızdır. Ən çox bizim istədiyimiz. Mən də demək istədiyim odur ki, siz bizim kanalımızdakı videolara baxırsınız. Ancaq biz görürük ki, çox az nəfər bizim kanalımıza abunə olub, like atıb, bir də yorum yazır. Amma çoxsu yalnız baxıb keçir. Siz belə eləməyin. Abunə də olun, like atın ki, belə videoların davamı gəlsin. Hələlik. Sağ olun, görüşənə qədər. Gələn videolarda görüşənə qədər.